Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle hamd olsun ki bu mübarek ve güzel ayda bizi bir araya toplamamızı nasip elədi. Ramazan ayı bizim için çok önemli bir aydı. Niye? Çünkü o günahların bağışlandığı bir aydı. Əməllərin savabının, əcrinin qat-qat artıq yazıldığı bir aydır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Mən sama Ramadana imanən və ihtisabən ğufirə lehu mə təqaddəm min zənbi." Kim Ramazan ayında imanla və əcrini Allah'tan gözləyərək oruç tutarsa, Allah azze ve celle onun günahlarını bağışlar. Bu ay müsəlmanların imanlarını yeniləmə ayıdır. Bu ay bizim üçün buna görə böyük fəzilətləri olan və hər bir müsəlmanın il boyu gözlədiyi bir aydır ki, bu ayda edilən əməllərlə günahlarımızın bağışlanmasına səbəb olaq. Allah azze ve celle Bəqərə surəsi 183-cü ayda buyurur ki, "Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən öncekilərə fərz edildiyi kimi oruç sizə fərz edildi ki, təqvalı olasınız. Baxın, Allah azze ve celle orucun ümumiyyətlə bizdən əvvəlki ümmətlərdə olduğunu da bizlərə bildirir bu ayətlə. Lakin ayətin sonunda İbn Kəthir rahimehullah buyurur ki, Allah azze ve celle vurğulayır ki, təqvalı olasınız. Yəni oruc aclıq ayı değil, susuzluq ayı değil. Yəni insan başqa aylarda da ac qala bilər. İnsan diyeta vasitəsilə də ac qala bilər. Bir çox vasitələr var ki, insan o aclıqla susuzluğu özündə imtihan edə bilər. Bu bəli, insanın aclıq və susuzluq metabolizmasını artırır. Gücünü, qüvvətini, bu barədə imunitetini artırır. Amma Ramazandakı məqsəd aclıq deyil axı. Ramazandakı məqsəd nədir? İnsanın bunu ibadət niyyəti ilə etməsi və haramlardan uzaqlaşmasıdır. Haramlardan qaçınmasıdır. Əgər insan haramlardan qaçınmırsa, o zaman onun tutduğu orucun ona bir faydası yoxdur. Necə bu barədə İbn-i Qudam el-Məqdisidən rəvayət olunur, həmçinin Əbu Hamd el-Ğazalidən rəvayət olunur ki, onlar deyirlər ki, orucun 3 dərəcəsi var. Birincisi, umumi olandır. O nədir? İnsanın yemədən, içmədən və cimadan özünü qorumasıdır. Yəni, sahur və iftar arasında yemək yeməyəcək, nəsə su içməyəcək və özünü cimadan qoruyacaq, qadın ilə yaxınlaşmaqdan qoruyacaq. Bu orucun ümumən keçərli olması üçün kifayət şərtlərdən birisi, yəni fərzləri də belə deyək. Və davamında buyurulur ki, orucun ikinci dərəcəsi onun xüsusi olanıdır. O da nədir? İnsanın qulağını, gözünü, əlini, ayağını, bütün orqanlarını haramlardan qorumasıdır. Yəni, həm cimadan, yemədən, içmədən saxlayacaq nəfsini, həm də bununla yanaşı haramlardan qorunacaq. Aha, təqva bu da artıq. Üçüncüsü nədir? Xüsusidən də xüsusi olan, insan bütün dünyəvi məşğələlərdən qəlbini təmizləyəcək, fikrini təmizləyəcək, qəlbini və fikrini sadəcə və sadəcə Allaha ibadətlə keçirəcək. Yəni, etdiyi ibadətlərdə dünyəvi məşğələləri qoyacaq qırağa. Nafilə ibadətlər eləyəcək, işi gücü fikirləşməyəcək Allah üçün. İxlaslı bir şəkildə, Rəbbini düşünərək, ibadət niyyəti ilə bunu eləyəcək. Quran oxuyacaq, Ramazan Quran ayıdır. Quran oxuyanda fikir qalmayacaq bazarda, işdə, gücdə, şirkətdə və s. Quran oxuyarkən fikir orada olacaq. Allah azze ve celle'nin ayətlərini oxuyacaq, onları təfəkkür eləyəcək. Həmin ayətlərdə Allah azze ve celle'nin qadağa etdiklərindən necə çəkinəcək, halal buyurduqlarını necə yerinə yetirib Allah azze ve celle'yə itaət edəcəyi barədə təfəkkür edəcək. Bu şəkildə olduğu zaman artıq xüsusinin də xüsusisi oruc olmuş olur. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "İzə cəə Ramadan futtihat əvvabul cənnə və gulliqat əvvabun nər." Ramazan gəldiyi zaman cənnət qapıları açılar, cəhənnəmin qapıları bağlanar və suffidat şeyati və şeytanlar da zəncirlənərlər. Bu nə deməkdir gözəl qardaşlarım? Yəni Ramazan ayında insanın etdiyi gözəl əməllərin qat-qat əcri var. Cənnət qapısının açılması bu mənadadır. Və həmçinin oruclu olmaq bir qalxan deməkdir. Yəni, oruc müsəlmanın nəyidir? Qalxanıdır. O oruclu ikən qalxanlı olmaq da insanı günahlardan çəkindirdiyi üçün, yəni oruclu olmaq həqiqi mənada insanı dünyəvi şəhvətlərdən çəkindirdiyi üçün cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir. Yəni, bu çox önəmlidir. Yəni, oruclu olarkən Ramazan ayının gəlməsində bu qədər böyük fəzilətlər var. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Əs-salavatul xams
vel cum'atu ila'l cum'a ve Ramazan ila Ramazan mukaffiratun ma beynehunna izâ ijtenebel kebair. 5 vaxt namaz. Cümədən digər cüməyə qədər olan ara. Bir Ramazandan digər Ramazana qədər olan məsafədə böyük günahlardan çəkindiyin zaman Allah Azza və Cəllə digər günahları bağışlayar, kiçik günahları bağışlayar. Bu da yenə Ramazanın bizə bildirilən fəzilətlərindən birisidir. Həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən sama Ramadana imanan və ihtisaban ğufira lahu ma taqaddam min zənbi." Və mən qamə leylətəl qadri imanən və ihtisabən ğufirə ləhu mə təqəddəm min zənbi. Kim Ramazanı imanla və əcrini Allahdan gözləyərək oruç tutarsa, Allah Azza və Cəllə onun günahlarını bağışlayar. Və kim Qədr gecəsini imanla və əcrini Allahdan istəyərək keçirərsə, Allah Azza və Cəllə onun günahlarını bağışlayar. Və başqa rivayətdə gəlir ki, "Mən qamə Ramadana imanən və ihtisabən ğufirə ləhu mə təqəddəm min zənbi." Kim Ramazanı imanla və əcrini Allahdan gözləyərək iqamə edərsə, Allah Azza və Cəllə onun günahlarını bağışlar. Baxın, bir hədisdə gəlir ki, birində mən samə, orucu tutarsa, iman və ihtisabla. Digərində gəlir ki, mən qamə, iqamə edərsə. Bu nə deməkdir? Alimlər bunu bu şəkildə izah edir ki, biri səhər olan fərz orucundan danışır, biri isə gecə olan qıldığımız o təravih, qiyamul leyl sayılan o təravih namazından bəhs edir ki, Allah Azza və Cəllə gündüz və gecədə bizə bəlirli ibadətlər verir ki, bu ibadətləri edin, günahlarınızı bağışlayın. Bu qədər fəzilətli və bu qədər gözəl bir aydır Ramazan ayı ki, biz onu yerinə yetirəndə, orada bizə buyurulan şeyləri yerinə yetirəndə ondan böyük əcirlər qazanırıq. Həmçinin başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Rəğmə ənfu rəculun dəxələ aleyhi Ramazan, thumma insələxə qablə ən yuğaffirə ləh." Burnu yerə sürtülsün o kəsin ki, Ramazan ayı girir və çıxır, o kəs bu ay vasitəsilə günahları bağışlanmır. Hədisin ümumi daha geniş məzmunu bu şəkildədir ki, Allah Resulü sallallahu aleyhi və səlləm minbərdəykən 3 dəfə əmin deyir. Və sahabilər soruşur, ey Allahın Resulü, nəyə 3 dəfə əmin dedin? Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Cibril mənə gəldi və dedi ki, burnu yerə sürtülsün o kəsin ki, onun yanında sənin adın zikr olunur, o sənə salavat demir, sallallahu aleyhi və səlləm demir. Əmin dedi və mən də əmin dedim. Sonra Cibril mənə dedi ki, burnu yerə sürtülsün o kəsin ki, Ramazan ayı girir və çıxır, o kəs bu ay vasitəsilə günahlarını bağışlanmır. Əmin dedi və mən də əmin dedim. Və sonra Cibril mənə dedi ki, burnu yerə sürtülsün o kəsin ki, valideynlərindən biri və ya hər ikisi onun yanında qocalır, lakin o bu vasitə ilə cənnəti qazanmır. Əmin də dedi və mən də əmin dedim. Burada yəni ikinci hissə o Ramazanla bağlı, yəni orada bu böyük bir müjdədir ki, Ramazan ayının girişi, o ayda edilən ibadətlər günahların bağışlanmasına bir vəsilədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buna toxunur. Burnu yerdə sürtülsün o kəsin ki, Ramazan ayı girir, çıxır. Yəni bu qədər fəzilətli ay, bu qədər ibadətlərə qat-qat əcirlərin verildiği bir ayda yenə də o insan günahlarını bağışlada bilmir. Günahlarının bağışlanması üçün əməllərini artıra bilmir. Həmçinin orucun bizə verdiği başqa bir faydalar da var ki, "Əs-savmu minəl ibadətil azimətil cəlilə." Oruc əzəmətli böyük ibadətlərdən birisidir. O elə bir ibadətdir ki, Allah Azza və Cəllə onu əzəmətli etmiş və əcrini çoxaltmışdır. Bu barədə qüdsi bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Qalallah, Allah Azza və Cəllə dedi, "Kullu ameli ibni Adəmə lehu illəs-siyam." Adəm övladının bütün əməli özünədir, oruç bundan istisnadır. فَإِنَّهُ لِي وَأَنَا أَجْزِي بِهِ. O mənim üçündür və onun əcrini mən verəcəm. وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللّٰهِ مِنْ رِيحِ الْمِسْكِ. Və davamında Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Muhammedin nəfsini əlində tutan Allah'a and olsun ki, Allah qatında orucunun ağız qoxusu miskin qoxusundan daha gözəldir. Baxın, qüdsi hədisdə Allah Azza və Cəllə oruç tutan insanı necə gözəl fəzilətləndirir, ucaldır, bizə onun necə Allah qatında sevimli bir qul olduğunu göstərir. Və həmçinin başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Lis-saimi fərhatani yefrihuhuma. İza aftara fariha bi fitrihi və iza laqiya rabbahu fariha bi savmihi." Oruçlu üçün iki
sevindirici hal vardır, iki qurtuluş halı vardır. O iftar etdiyi zaman iftarına görə fərəhlənər və Rəbbinə qovuşduğu zaman da oruclu olduğuna görə, orucsan kəs olduğuna görə fərəhlənər. Həmçinin başqa bir rəvayətdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Kullu ameli ibn Adem yudâ'aful hasenatu aşru emthâliha ila 700 di'fin." قال الله عز وجل إلا الصوم فإنه لي وأنا أجزي به يدع شهوته وطعامه من أجلي. Adəm övladının hər birinin ondan 700'e qədər həsənəsi vardır, əcri vardır. Ancaq Allah Azze ve Celle buyurur ki, oruc bundan istisnadır. O mənə görədir və onun əcrini mən verəcəm. Çünki qulum mənə görə şəhvətini, yemə və içməsini tərk edir. Yəni normal ibadətlərə onsuz da çoxlu əcirlər var. Oruç bundan istisnadır, əcirləri daha çoxdur. Və həmçinin Əbu Umamə radiyallahu anhu Resulullah sallallahu aleyhi ve sellem'den soruşur ki, Eyyül amel aftal, en fəzilətli əməl hansıdır? Və Allah Resulü sallallahu aleyhi ve sellem ona buyurur ki, Aleyka bis savmi fe innehu la idlələ. Sənə orucu tövsiyə edirəm, onun mislində, onun səviyyəsində bir ibadət yoxdur. Və həmçinin oruc, Ramazan səbir ayıdır və səbrin də savabı cənnətdir. Necə ki, Allah Azze ve Celle səbir edənlər barədə buyurur ki, İnnəmə yüvəffəs sabirunə əcrəhum bi qeyri hisab. Şübhəsiz ki, Allah səbr edənlərin əcrini hesabsız olaraq onlara verəcəkdir. Yəni Allah Azze ve Celle buyurur ki, Ya eyyühəllezine amenu ista'inu bis sabri və salah, innallaha ma'as sabirin. Ey iman gətirənlər, namaz və səbirlə Allahdan istəyin, şübhəsiz ki, Allah Azze ve Celle səbr edənlərlə bərabərdir. İmam Mücahid bu ayətdə səbri oruc olaraq təfsir edir. Yəni, ey iman gətirənlər, namaz və orucla Allahdan istəyin, şübhəsiz ki, Allah Azze ve Celle oruc tutanlarla bərabərdir. Ayəti bu şəkildə təfsir edir. Həmçinin orucun başqa bir faydası da Hafız İbn Rəcəb Əl-Hanbəli rahimehullah buyurur ki, "El-mu'minu yectemi'u lehu fi şehri Ramazana cihadan li nefsihi." Ramazanda qul, mömin olan qul nəfsi üçün iki cihadı birləşdirir. Cihadun bin nahari aləs-siyam, səhər cihad edir oruç tutaraq və cihadun fil-leylə aləl-qiyam, gecə də namaz qılaraq, qiyam edərək cihad edir. Yəni burada nəyi birləşdirir? Oruc və təravihi birləşdirir. Fəmən cəməə beynə hədəynil cihədeyni, davam edir ki, kim bu iki cihadı birləşdirərsə və vəffə bi hüquqihimə və onun haqlarını yerinə yetirərsə, diqqət edin, sadəcə oruç tutmaqdan getmir söhbət. Oruç tutub günahlardan çəkinərək, yəni orucu haqqı ilə yerinə yetirərsə, təravih namazını haqqı ilə əda eləyərsə, haqqı ilə yerinə yetirərsə və səbər aleyhimə və onların üzərində səbirli olarsa, vuffiyə əcruhu bi qeyri hisab, onların əcri hesabsız olaraq onlara veriləcəkdir. Həmçinin Ramazan ayında orucun bizə verilmiş olduğu ən gözəl fəzilətlərdən, Ramazan ayının fəzilətlərindən birisi nədir? Quran-ı Kərimi oxumaq. Bu barədə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Əs-siyam vəl-Qur'anu yeşfa'ani lil-abdi yevmel-qiyamə." Oruc və Quran qiyamət günü sahibinə şəfaətçi olacaqdır. Yəqulu-s-siyam Ey Rabbi, məna'tuhu ta'ama və şəhəvati bin-nəhər və şəffi'ni fihi və yəqulul Qur'anu məna'tuhu n-nəvmə bil-leyli fəşəffi'ni fihi fəqalə yüşəffə'an. Quran oruc deyəcəkdir ki, ey Rəbbim, o sənin üçün yeməsini, içməsini, şəhvətini, səhərləri tərk etdi, ona şəfayət et. Quran deyəcək ki, ey Rəbbim, o yuxusunu tərk etdi, gecələri Quran oxudu, ona şəfayət et və onların hər ikisinə də şəfayət olunacaqdır. Həmçinin başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnə fil cənnəti bəbən yuqalu ləhu ər-reyyan. Cənnətdə bir qapı vardır ki, ona Reyyan qapısı deyilir. Yədxulu minhu saimunə yevmel qiyamə və qiyamət günü oradan ancaq oruç tutanlar daxil olacaqdır. La yədxulu minhu ahadun qeyruhum yuqalu eynəs-saimun və hər kəs artıq daxil olandan sonra səsləniləcək. Hardadır oruç tutanlar?
Fəyəqumun. Onlar gələcəklər. La yədxulu minhu ahadun qeyruhum fəizə daxalu uğliqa fələm yədxul minhu ahadun. Oradan oruç tutanların ən axırıncısı keçməyənə qədər o qapı bağlanmayacaqdır. Və bu da həmçinin orucun və xüsusən də Ramazanda tutulan orucun bizim üçün böyük faydalarından birisidir. Yenə Ömər ibn Abdüləziz rahimehullah buyurur ki: "Leysə təqvallah bi siyamin nəhər və la bi qiyamil leyl." وَالتَّخْلِيدُ فِي مَا بَيْنَ ذَلِكَ وَلَكِنَّ تَقْوَى اللّٰهِ تَرْكُ مَا حَرَّمَ اللّٰهِ وَأَدَاءُ مَا افْتَرَضَ اللّٰهِ فَمَنْ رُزِقَ بَعْدَ ذَلِكَ خَيْرًا فَهُوَ خَيْرٌ إِلَى خَيْرٍ. Təqva səhərləri ancaq oruç tutub gecələri qiyam etmək deyil və bunların arasında gedib gəlmək deyil. Bunları bir-birinə qarışdırmaq deyil. Lakin Allaha qarşı olan təqva Allah Azza və Cəllənin haram etdiklərini tərk etmək, Allah Azza və Cəllənin fərz etdiyini əda etməkdir. Hər kim ki bununla ruzləndirilərsə, yəni Allah Azza və Cəllənin haramlarından çəkinib, halallarını, fərzlərini yerinə yetirərsə, o kəs xeyir üzərinə xeyir etmişdir. Yenə başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "Əs-siyamu cünnətun. فإذا كان يوم صوم أحدكم فلا يرفث يومئذ ولا يسخب فإن سابه أحد أو قاتله فليقل إني امرؤ صائم." Oruc qalxandır. Və sizlərdən biriniz oruç tutduğunuz gün fələ yərfuz, pis söz danışmasın, heç kimdən ağız dalaşına girməsin. Heç kimdən əl-qol hərəkətləri ilə dava etməsin. Və kim ki onu söysə, onunla dalaşmağa çalışsa, ona desin ki, mən oruçluyam. Nə özü etməsin, Allah Resulü sallallahu aleyhi ve sellem bunu qadağan edir. Nə də kimsə ona etməyə çalışsa, üz döndərsin və desin ki, mən oruçluyam. Və burada lə yarfuz kəlməsini lə yətəkəlləmü kələmən fahişən, pis söz danışmasın. Və lə yəsxab lə yərfə'u savtəhu və lə yuxasim, səsini kiməsə qaldırıb dalaşmasın kimi təfsir ediblər. Yenə Cabir bin Abdullah radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir ki: İzə sumta fəlyəsum səm'uka və bəsəruka və lisanuka anil kəzibi vəl mə'thəm. Oruç tutduğun zaman qulağını, gözünü, dilini yalandan və günahlardan tut, qoru. Və da'a əzəl xadim. وَلْيَكُنْ عَلَيْكَ وَوَقَارٌ وَسَكِينَةٌ يَوْمَ سِيَامِكَ. Və oruç tutduğun gün vəqarlı ol, sükunət içərisində, rahatlıq içərisində ol. Qəzəbli olma, insanlarla dalaşma. وَلَا تَجْعَلْ يَوْمَ فِتْرِكَ يَوْمَ سِيَامِكَ سِوَاءً. Oruç tutmadığın gün tutmadığın günlərdən fərqli olsun, bir-birindən fərqlənsin. Baxın, yenə Allah Resulü sallallahu aleyhi və səlləm Cabirə nəsihət eləyərək oruç tutduğu gündə əməllərini düzəltməsi barədə ona təlqin edir. Və həmçinin gözəl qardaşlarım, oruc insanın, Ramazan ayı daha doğrusu, insanın oruç tutaraq nəfsini təskiyə etdiyi və tövbə edərək Rəbbinə yaxınlaşdığı aylardan birisidir. Buna görə Allah Azze və Celle buyurur ki: "Və tubu ilallahi cəmi'an eyyuhel mu'minun leallekum tuflihun." Ey möminlər, hamılıqla Allaha tövbə edin, ümid edilir ki, bağışlanasınız. O möminlərin hamılıqla Allaha tövbə etdiyi günlərdən, aylardan biri də Ramazandır. İnsanlar hamısı oruç tutur, orucu bir qalxan kimi istifadə edir, bu nöqtədə özünü islah edir və oradan bu şəkildə xeyir əldə edir. Və Ramadanu şəhrül Qur'an. Ramazan Quran ayıdır. Və fihi unziləl Qur'anu cümlətən vahidətən minəl levhil məhfuz ilə beytil izzəti fi səma'id dünya fi leylətil qadr. Və o ayda Quran-ı Kərim nazil olmuşdur. Qədir günündə Quran-ı Kərim nazil olmuşdur. Bu barədə Allah Azza və Cəllə buyurur ki: "İnna ənzəlnahu fi leylətil qadr." Şübhəsiz ki, biz onu Qədir gecəsində indirdik. Başqa bir ayətdə Allah Azza və Cəllə buyurur ki: "İnna ənzəlnahu fi leylətin mübarəkə. İnna kunna munzirin." Şübhəsiz ki, biz onu mübarək bir gündə, mübarək bir gecədə indirdik və bunu
mundirin, çəkinəsiniz. Siz buna görə çəkinəsiniz deyə ona indirdik. Yəni qulların o Quran-ı Kərimin hökmlərindən, oradakı çağırılan haramlardan çəkinmələri üçün bunu etdik. Həmçinin Muhammed İbni Şəhəb Əz-Zuhri rahimehullah buyurur ki, İzə daxalə Ramazan qalə innəmə huvə tilavətül Qur'an və it'amut ta'am. Ramazan daxil olduğu zaman o Quran ayıdır. Yəni orada çoxlu Quran oxunmalıdır. Və sələf ümumiyyətlə Əhl-i-Sünnə vəl Cəmaət sələf Ramazan ayını Quran oxuyaraq keçirərdi. Daim onlar Quran oxuyardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qara'al Qur'anə fi aqalli min thalasin ləm yəfqahu. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləm sözü kim deyir, Quran oxuyarsa ən azı 3 oxusun və onu azaltmasın. Yəni bu hədisi istinad edərək alimlər də, məsələn İbn Seymur rahimehullah namazda Zəmmil surə oxuyarkən ən azı 3 ayə oxumasını tövsiyə edib. Yəni məsəl üçün ola bilər surə yox, ta ki Bəqərə surəsindən ayətlər oxuyursan. Ən azı 3 oxumağı tövsiyə edib ki, Allah Resulü sallallahu aleyhi və səlləm 3-dən azaltmayın deyə tövsiyə edib. Vəl-hasıl kəlam, gözəl qardaşlarım, Ramazan bizim üçün günahlarımızın bağışlanması, ibadətlərimizin çoxaldılması lazım olan bir aydır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan ayında yalan sözü, onunla əməl etməyi və cahilliyi tərk etməzsə, Allah Azza və Cəllənin onun yemə və içməsini tərk etməyə ehtiyacı yoxdur. Bu Ramazan bizim üçündür. Bu ay bizi günahlarımızın bağışlanması üçündür. Ramazan ayı bizim imanımızı qaldırmağımız üçündür. Ramazan ayında bizim üçün böyük faydalar var. Sadəcə yemə və içməyin tərk olunması istənilmir bizdən. Bununla yanaşı, yəni bunun səbəbi var da, insan yemə və içməni nəyə görə tərk edir? Şəhvətlərin azalması üçün. O şəhvətlər azaldıqca nəfsi ibadətlə yönəldirmək üçün, Allah Azza və Cəlləyə tövbə eləyib ona yönəlmək üçündür. Yəni təqvalı olmaq üçündür. İbn Teymiyyə rahimehullah dediyi kimi təqva nədir? Haramlardan çəkilib Allah Azza və Cəllənin haramlarını yerinə yetirməklə oraya itaat etməkdir. Ona ibadət etməkdir. Yəni bunun üçündür. Əgər bu yoxdursa, yəni öz nəfsimizi hesaba çəkək, baxaq ki, biz Ramazanı nə üzərinə keçiririk? Sadəcə azlıq və susuzluqdursa, artıq nəfsimizi islah eləməliyik ki, bu doğru deyil. Yox, əlhamdülillah, bunun yanında ibadətlər və itaətlər də varsa, bunu artırmaq üçün, hər gün üzərinə biraz daha qoymaq üçün çalışmalıyıq. Allah Azza və Cəllə bizə eşitib faydalanan qullarından etsin. Əmin. Allah Azza və Cəllə bizi bu ay vasitəsilə günahları bağışlanan qullarından etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.